Ekran görsənirmi hamıda? Bəli, mənim açıldı. Aha. Bəli, müəllimə. Deməli qızlar, biz bugün danışırıq nədən? Xromosom müxtəlifliyindən. Deməli, xromosom müxtəlifliyi qızlar, bir heteroqamit canlılarda, bir də homoqamit canlılarda var. İndi gəlin birinci baxaq biz heteroqamit canlılar. Heteroqamit nə deməkdir? Yəni XY. Düzdür? Eksi Əməllərin erkəyi buna aiddir. Tutaq ki, quşların dişiləri. Düzdür? İnsanda məsələn kişi belədir, quşlarda, toyuqda belədir. Aydındır. İndi heteroqamit deyəndə mən deyirəm ki, ümumiyyətlə biz bilirdik ki, məsələn 2n bərabər 46-dırsa, bu bizim somatikamızda olan xromosom idi. Düzdür? Somatikada bunu biz necə bölürdük? 44 plus XX. Düzdür? 44 üzeri X. Aha, Qadındaydı. daha doğrusu üzr istəyirəm Y. Üstəgəl Y. Bir qametimizdə neçə xromosom var idi? 23. Bunu böləndə necə bölürdük? 22 plus X. 22 plus X və yaxud 22 22 plus plus X. X. Burada 44 dənə xromosom mənim somatikimdə nəyim idi? Autosomum. Burada mənim qametimdə 23 xromosomdur. Yəni 22-si nədir məndə? Autosom. Autosom. Deməli, somatikdə bizdə neçə dənə cinsi olur? 2 dənə cinsi. Fidan səsi qırılır, yoxsa məndə qırılır? Autosom. Problem məndədir mənim. Arada sizin də səsiniz qırılır. Yox, məndə də gedir deyəsən, internet yazıb. Tamam. Aha, somatikdə Bəli, 2 dənə bəli, cins gedir. olur, amma qametdə bir cins olur. Düzdürmü qızlar? Aha, indi bizə soruşa bilər ki, bax bunu məsələn somatikdə soruşsa ki, nə qədər cinsi xromosomumuz var? Deyirik 2 dənə. Qametdə nə qədər cinsi xromosomumuz var? 1 dənə. İndi bizdən soruşa bilər ki, somatik heteroqamet bir canlıda somatik xromosom müxtəlifliyini tap. Bunu necə tapacağıq qızlar? Bunun bir qaydası. Yazıram ki, qametdən bir vahid çox. Aydındır. Məsələn, məndə internet getdi qızlar ona görə. Hə, deməli qızlar, xromosom müxtəlifliyindən danışanda mən deyirəm ki, bizə soruşa bilər ki, heteroqamitlərdən danışıram, yaxşı. Səs gəlir Cahan, heteroqamit XY. Bəli, müəllim, gəlir. Bizdən soruşar ki, somatikasındakı xromosom müxtəlifliyini tap. Deyəcəksiniz ki, qamet üstəgələk 1. Aydındır. Məsələn, dedi ki, kişidə neçə dənə xromosom? 46. Bunun xromosom müxtəlifliyini tap. Neçə xromosom müxtəlifliyi var kişidə? Neçə xromosomdur? Deyin görüm. 46 4 autosom, 1 X, 1 Y. X, Y. 24 müəllim. Kim 24'ü dediysə düz dedi. Bəli, 24. Bunun somatik biz bilirik ki, kişidə 46'dır. Düzdür. 2n bərabərdir 46. Enim nədir? Qameti tapmalıyam axı birinci. 23. 23'ün üstünə bir gəlirik, deyirik nə qədərdir? Kişidə xromosom müxtəlifliyi 24. Aydın oldu Səidə. Bəli. Bir daha Bəli, sən. müəllimə. Bəli mənim. Aha. İndi dedi ki bizə, somatikində soruşmadı. Dedi ki qıza, qametdəki müxtəlifliyi tap. Deyəcəksiniz ki, elə haploid say. Yəni elə qametə bərabərdir. 23-ə bərabər. 23 yəni. Yəni 23. Aydın oldu. Yəni 23 yazmayayım da. Evet. Bu da müxtəlif canlı verə bilər. Sonra bizdən soruşa bilər ki, qızlar, autosom xromosomlardakı belə yazım. Autosomda qamet və
Autosomdakı qameti, xromosom müxtəlifliyi. Bax belə. Mhm. Onda nəyə bərabərdir? Yazacaqsınız ki, autosomdakı qametin xromosom müxtəlifliyi bərabərdir. Deməli, belə qayda kimi yazaq ki, somatikdəki autosom xromosomun yarısı. 20, mesela insanda 22. Ay, sağ ol. İnsanda somatikasında autosom 2-yə bərabər 46-dır. Autosomu nə qədərdir somatikada? 44 deyil. 2-dən də cinsisidir də. Bax, bu autosomun yarısı deyirsək, deməli 22. Aydın oldu qızlar. Başa düşmədim. Mən bu autosomdakı qamet xromosom müxtəlifdir. Elə qayda belə deyəcəkdir. Autosomdakı qametdəki xromosom müxtəlifliyini tap. Onda yazacaqsan ki, somatikdəki autosom xromosomun yarısı. Somatikindəki autosom xromosomu tapasan, sonra onun yarısını. Bəli, Mhm. Bir də var ki, Rəfiqə desin ki, homoloji cüt. Homoloji cüt budur. Qamet çıxaq 1. Aydındır. Onda nə qədərdir kişilərdə? 22 dənə. 22 yəni. Çünki 23 cüt xromosom əmələ gətirir əslində. Biz bilirik də 23 cüt xromosom 46 dənə eləyir. Amma kişidə axırıncı XY-dir. Bu cüt əmələ gətirmir. Ona görə də deyir nə qədərdir? Yani başka canlını soruşsa da yine eyni qaydada eləyəcəyik. Başqa ancaq heteroqamit canlıda. Aha, bildim ama. Heteroqamitlər üçün yazmışam da bunu mən. Bildim, Məsələn, toyuq verirsən. İndi gəlin bir yoxlayaq. Toyuq bilirik ki, neçədir? 2-yə bərabər 78-dir. Somatikdəki 78. xromosom müxtəlifliyi nəyə bərabər olacaq? Birinci qaydaya əsasən. 40. Ay, sağ. 78. Qameti Yox, taparsın. 40 yox. Üstünə 1. Elədi 40. Haqqı. İkinci. Qametindəki müxtəliflik sayı. 39. 39 yəni. Üçüncü qaydaya əsasən. Qametindəki, bax burada biraz səhv yazmış, biraz pis 38. yazmışam. Bax bunu belə verməliydim Rəfiqə. Düz desəm, biraz cümlədə pis yazmışam. Bax belə yazmalıydım. Bunu belə yazım ki, qametindəki, bunu siz də özünüzdə dəyişərsiniz. Somatikindəki, qametində, somatikində autosom xromosom müxtəlifliyi. İndi cümlə düz oldu. Rəfiqə düzdür bəx bunu. Aydın oldu. Ola bilər qametində autosom xromosom müxtəlifliyi soruşsun. Ola bilər somatikindəki autosom müxtəlifliyi soruşsun. Eyni şeydir. Qaydası somatikindəki autosom xromosomun yarısı. İndi tutaq ki, bizdən soruşdu ki, toyuğun qametindəki, eşidirsiniz qızlar? Toyuğun, buradasınız, səssiz gəlmir. Bəli. Toyuğun qametindəki autosom xromosom müxtəlifliyi tapın. Deyəcəksiniz ki, somatikdəki autosom xromosomun yarısı. İndi qametindəki autosom xromosom müxtəlifliyi onda nəyə bərabərdir? 78-ə mənim 2 çıxıb 12-yə böləcəyim də elə. 2-nin bərabərdir 78-dir. Bunun somatikində 76 dənə autosom var, 2 dənə cinsi. Cinsiyyəti çıxıb 76-ın yarısı neçə elədi? 38. 38 mənim. Deməli, qametindəki xromosom müxtəlifliyi 38-dir. Qametindəki autosom xromosom müxtəlifliyi biri var, qametindəki xromosom müxtəlifliyi, biri var somatikindəki xromosom müxtəlifliyi. Bir də var ki, sırf qametində də, somatikində də autosom xromosom müxtəlifliyi soruşur. Aydındır? Sırf autosomu. Autosomu soruşanda deyirsiniz ki, somatikindəki autosom xromosomun nəyidir qızlar? Yarısı. Bunun fərqi budur. İndi bizdən soruşsa ki, somatikindəki autosom xromosom müxtəlifliyi yenə eyni şeydir. Qametdə də, somatikdə də somatikdəki autosom xromosomun yarısını tapacaqsınız. Dördüncü qaydamız. Homoloji cüt deyir, qamet çıxaq 1. Onda nə qədərdir? 38 bərabərdir 78-dir, N 39-dur. Deməli, deyəcəksiniz ki, 38 əldir. 38 dənəsi x, homoloji cüt belə x gedir. Məsələn, y-də nədir? Cüt əmələ gətirmir. Bura kimi sual var? Xeyr, yox. Hamı başa düşür? Nigar. Bəli, müəllimə. Onu buranı silirəm. İndi keçirik homoqametlərdə.
Homoqamit məsələn məməlilərin kim deyə bilir? Dişisi. Quşların erkəyi. İndi yazıram. Birinci. Yenə somatikdəki xromosom müxtəlifliyi yazaq. Orada necə idi? Qamit üstəgəl 1 idi. Düzdür qızlar? Hə? Bəli, müəllim. Burada deyəcəksiniz ki, elə somatikin yarısı. Yəni belə yazaq, elə qamit yazaq. Yəni 23 müəllim məsələn insanda. Hə, elə qamit. Elə qamit sayı. Amma heteroqamitdə nə idi? Qamit sayı üstəgələk 1 idi. Düzdür? Məsələn, insanda onda neçədir? 23-dür buradan da. 46 yarısı. Sonra qametdəki, orada da belə yazmışdıq, xromosom müxtəlifliyi. Orada yazıq qametdəki xromosom müxtəlifliyi nəyə bərabərdir? Qamet sayına, düzdür elə? Haploid sayı da 23 Yəni, yəni qamet sayı. haploid, yəni qamet sayı. Bunda dilədir. Üçüncü, yazmışdıq ki, qametindəki, somatikindəki autosom xromosom müxtəlifliyi. Orada necə idi qızlar? Somatikindəki autosom Autosomun xromosomun yarısı. yarısı. Hə? Atosomun yarısı. Eyni şeydir. Onda yəni nə qədərdir burada da? 22. Düzdür? Bəli. Dördüncü homoloji cüt. Orada qamet çıxaq 1 idi, hə? Burada deyəsiniz elə qamet sayı. Elə 23. İndi toyuqda baxsaq. Gəlin toyuqda baxaq. Toyuqda yox da xorozda baxaq, belə deməliydim. 2 bərabər 78-dir. Xorozu nədir bunların? Quşlarda. Erkəyi, yəni xorozu homoqamitdir. Somatikindəki xromosom müxtəlifliyi deyir bərabərdir qamet sayına. Onda qameti nə qədərdir? 23. 23 nə deməm? 39. Qametindəki Yarısı. xromosom müxtəlifliyi. Yenə 39. 39. Sonra qametindəki və yaxud da ki, somatikindəki autosom xromosom müxtəlifliyi 38 burada. 38 yarısı. 78-dir. 76 dənəsi autosomdur, 2 dənəsi cinsidir. 76-nın yarısı. Deyəcəksiniz ki, 38 dənə. Dördüncü homoloji cüt qamet sayı. Yenə nədir? 9 tane. 9'a beraber. Aydın oldu qızlar. Belli. Bəli. Başa düşdük? Bəli, Aha. Bəli, müəllimə. Bunu bizə rəqəmlərlə verəndə rahat olur. Amma elə olur ki, qızlar, bunu bizə rəqəmlərlə vermir. Hansı şəkildə verir? İndi gəlin o şəkildə yazacağım. Buna bir-iki dənə məsələ var. Onları həll edək. Yaxşı. Asan olsa arxasınca hardware birgə keçərəm. Deməli yazıram. Bayaqçı qaydaları özünüz yazmadınız. mən yazdım müəllim. Hə, çünki məsələni yazanda lazım olacaq, ona görə deyirəm. Deməli yazırıq ki, toyuğun somatik hüceyrəsində xromosom sayı testlərdə belə verir qızlar. A olarsa somatikdəki xromosom müxtəlifliyi neçə olar? Bir-iki dəqiqə vaxt verirəm, baxın buna. Toyuq da bilirikdə heteroqamitdir. Yəni heteroqamitdəki qaydalara baxmalısınız. A-nın yarısı üstə gəl 1. Hamı yazsın, deyəcəm axırda cavabı.
Fidan qrupa atdım əgər yazmamısınızsa qaydanı qrupa göndərdim. Hamı Yoxsa rəfiqə. onun Hı -hı. Hamı rəfiqə kimi tapıb. Bəli, müəllimə. Nigar sən, Bəli, müəllimə. Cahan. Bəli, müəllimə. Eyni. Bəli, Bəli. müəllimə. Düzdür. Toyuğun somatik hüceyrəsində xromosomsa biz bilirik ki, toyuq nədir birinci? Heteroqamit canlıdır. Mən yazıram ki, heteroqamitdə somatik xromosom müxtəlifliyi nəyə bərabər idi? Qamit üstəgəl 1, düzdür qızlar. İndi mənə də deyir ki, somatik hüceyrəsində xromosom sayı A-dırsa, somatikindəki xromosom müxtəlifliyi neçə olar? Somatikində hüceyrəmdə xromosom sayı A-dırsa, gəl birinci bundan mən nəyi tapım? Qamiti tapım. Qamiti tapanda necə tapıram? A bölü 2. Üstünə də düsturma əsasən 1 gəlməliyəm. Aydın oldu hamıya? Bəli, müəllim. Aha, keçək başqasına. Yazıram ki, qametindəki autosom xromosom müxtəlifliyi X-dir. Heteroqamitlərdə somatikdəki xromosom sayını tapın elə. Əgər qızlar hərflə eləyənmirsinizsə, birinci yerinə rəqəm qoyun, sonra rəqəmdən hərfə düşün. Özü heteroqamit bir canlı vermişəm. Məsələn, kişi götürün, kişi üzərində hesablayın. Sonra X hərfləri yerinə qoyun. Rəfiqə nə yazıb? 2x yarımçıq yazmışsan Rəfiqə. Hə, 2x plus 2. ay sağ ol. Hamı elə tapdı. Xeyr, müəllimə. İzah edə bilərsiniz, zəhmət olmasa. Deməli, heteroqamit deyirsə qızlar, ən yaxşısı heteroqamit, homoqamit deyəndə insanı götürün. Heteroqamit məsələn mən kişiləri götürürəm. Neçədir kişidə? 2-yə bərabər 46-dır, düzdür. Kişidə sən qametində autosom xromosom müxtəlifliyi nəyə bərabər idi? De görüm onu mənə, bax kişidə. Autosom xromosom müxtəlifliyi nəyə bərabər idi? Somatikasında. Fərqi oxudunuz. Qametində də, somatikasında da autosom xromosom müxtəlifliyi eyni qayda idi. Nəyə bərabər idi? Somatikindəki Autosom bölünsün 2. autosom xromosomun yarısı. Düzdürmü? Bəli. Yarısı. Bunun somatikasında nə qədərdir autosom? 44. 44-ün yarısı nə qədər edir? 22. Düzdür? Fidan başa düşdün burasını? Müəllimə, bu düstur sizin qrupa atdığınızda hansıdır müəllimə? Bayaq dərs izahında yazdığım 3-cü. Burada bilmirəm də nə vaxtındır bu qeyd. Qoyum bir dənə baxım. Hə, bildim müəllimə. 3-cüdür. 3-cü, hə. Bəli. İndi kişi də bizdən soruşur ki, autosom xromosom müxtəlifliyi mən tapdım 22. İndi kişinin somatikində xromosom sayı nə qədərdir bəs? Fidan. Ümumiyyətlə, somatikində xromosom sayı nə qədərdir kişidə? 46 deyil. 46-dır, bəli. Yoxsa 46 necə alarsan? 22 üstünə 1 gələrsən, bir də vurarsan 2-yə.
Düzdür. İndi bizə dedik ki, autosom xromosom müxtəlifliyi X-dir. Bax, bunu X verib. Yazmışıq, autosom xromosom müxtəlif 22. Bizə X verib. Onda nə yazarsan? X üstə gəl 1, vuraq 2. O da bərabərdir 2X 2 üstə. üstəgəl 2. Aysa, başa düşdük. Əvvəlcə yerinə rəqəm qoy, sonra rəqəmlə üst dura. Başa Hər hamı başa düşdü dəqiq. Bəli, müəllimə. Müəllimə, ikinci hissəsini yenidən izah edə bilərsiniz, zəhmət olmasa. Buranı səydə. 22-yə qədər başa düşdüm. Hə, 22-ni yazdım mən. Düzdür. Mən deyir ki, heteroqamit olan həmin bu canlıda somatikindəki xromosom sayını tap. Demirəm müxtəliflik falan. Mən də bilirəm ki, heteroqamit məsələn kişidə nə qədərdir xromosom? 46. 22-dən 46-nı necə ala bilərsən? 22 üstünə bir gəlib 2-yə vurub. Düzdür? Başa düşdüm müəllimə. Mən elə bildim, xromosom müxtəlifliyini soruşmusunuz. Yox, bax xromosom sayı. Diqqətli olun orada. Aha, sonra keçdik digərinə. Ümumiyyətlə bir qayda deyəcəm, bunu da yadımızda saxlayaq. Kitabınızda var əslində genetikada, dərsin içində var. İlişikli gen qrupların sayı nəyə bərabərdir? Dərs oxumusunuzsa görmüsünüz kitabda. Hə? Haploid sayı. Bəli. Kitabımızda pomidorlar verilib, dominant resessiv. Onun üzərində var. İlişikli gen qrupların sayı həmişə nəyə bərabərdir? Haploid sayı. Buyurun sayın. Bəli, bir qayda olaraq yadımızda saxlayaq. İndi məsələni verirəm. Deyir ki, heteroqamit bir canlıda ilişikli gen qruplarının sayı hər hansı bir heteroqamit bir canlı verib. Deyir, bir canlıda ilişikli gen qruplarının sayı 30-dur. Neçədir? 30-dur. Bu canlının somatikindəki xromosom, bax səydə müxtəlifliyini deyir indi. Xromosom müxtəlifliyini tapın. Kimsə tapdı? Heç bir müəllimə. Qamet plus 1. Bəli. Bəli, deməli, mənim ilişikli Qamet gen çünki haploid. qruplarının sayı 30-dursa, deməli, mənim enim 30-dur. Düzdürmü? Mənim enim 30-dursa, qametim 30-dursa, somatik xromosom müxtəlifliyə bərabər idi. Qamet Qamet plus 1. 30 üstə gələk 1 nə elədi? 30. İndi ola bilər ki, soruşsun ki, bax, ben silirəm. Tam başa düşür, Nigar, səsin falan çıxmır, ha? Bəli, müəllimə başa düşürəm. Sayı 30'dur. Bu canlının bayaq somatikindəki xromosom müxtəlifliğini demişdim. İndi amma diqqətli olun. Deyirəm ki, somatikindəki autosom xromosom müxtəlifliyini tapın. Rəfiqə 29. Rəfiqə qəşəng başa düşdün ha bunu. Deməli, yazıram. Fidan tapdın? Yazdım müəllimə. Bəli, 29. Bəli, düzdür qızlar. Deməli, yazıram ki, autosom somatikindəki autosom xromosom müxtəlifliyi nəyə bərabərdir? Bax, bu bərabər idi somatikindəki autosom xromosomun yarısına. Düzdürmü? Somatikindəki autosom xromosom müxtəlifliyi bərabər idi somatikindəki autosom xromosomun yarısına. Bu bizim üçüncü qaydamız idi. İndi mən bunu ilişikli gen qruplarının sayı demişəm ki 30'dur. Deməli bunun eni 30'sa avtomatik somatikasını tez tapırıq. 2 eni neçədir? 60'dır. 60 dənədən 58 dənəsi autosomdur. 2 dənəsi nədir qızlar?
cinsi xromosomdur. İndi mənə də deyirdi ki, somatikindəki autosom xromosomun müxtəlifini tap. Mən deymişəm ki, somatikindəki autosom xromosomun yarısı. 58-in yarısı neçə eləyir? 29. Aydın oldu hamıya. Hamı tapmışdı. Bəli, aydın. Hamı Bəli. tapmışdı. Bəli, müəllimə. Hı hı. Bəli, müəllimə. Sonra keçirik digərinə. Yazıram ki, diqqətli olun. İlişikli gen qruplarının sayı 39 olan diploid orqanizmin somatik hüceyrəsindəki autosom xromosom müxtəlifliyi neçəyə bərabər olar? Otuz səkkiz müəllimə. Hamı tapdı 38. Bəli. Bəli, müəllim. Müəllimə. Aha, Nur desən dərsdəsən, heç xəbərim yoxdur ya. Aha. Deməli, ilişikli gen qruplarının sayı 39-dursa, mən dedim ki, ilişikli gen qruplarının sayı haploid sayı bərabərdir. N bərabərdir deməli 39-dur. Mən buradan, mənə deyir ki, diploid orqanizmin, yəni 2N-ini tap. 2N mənim neçə donda qızlar? 78. Avtomatik bildiyim ki, söhbət kimdən gedir? Quşlardan gedir. Yəni bu somatikdəki autosom xromosomun müxtəlifliyi nəyə bərabər idi? Üçüncü qaydamızdır. Yarısına, somatik autosom xromosom müxtəlifliyin yarısına. Mesela somatikindəki autosom xromosomun yarısı. Bu belədir. İndi mən bunun somatikindəki 2N 78 ise bunun somatikasında nə qədər autosomu var? 76 plus X. 76. İki cinsidir. 76'sı autosomdur. 38'də olur. 76'ın da yarısı nə qədər elədi? 8. 38. Hamı belə tapmışdı. Bəli, müəllimə. Bəli. Ben de başkasını yazar. Deyirik ki, somatik hüceyrə nüvəsində maksimum xromosom müxtəlifliyi 40 olan canlının gametinin bir nüvəsində olan xromosom müxtəlifliyi virgül bir də homoloji cüt sayını tapın. İki dənə şey vermişəm. Bir gametin bir nüvəsində olan xromosom müxtəlifliyi tapacaqsınız, bir də homoloji cüt sayını. Diqqətli olun, rəfiqə, diqqətli olun. Burada bir dənə incə bir məqam var. Maksimum xromosom müxtəlifliyi deyirsə, yadınıza salmalısınız ki, Monoqamət götürürük. somatikində maksimum xromosom müxtəlifliyi isə bu necə bir canlıdır? Heteroqamit. Heteroqamət.
Bəli, əlbəttə ki, insanda kişidə nə qədər idi somatik xromosom müxtəlifliyi? 24, qadında var 24. 23. Heterogametdə XY daxil, bir dənə artıq buna görə. Hı -hı. Hər divarın bir qalsın, onu sonra keçərəm. Tamam müəllimə. Həll eləyən olmadı. Ama 40 bir de 39. 77 tapdım mən də müəllim. Yox, Rəfiqə, nəsə səhv yazırsan bunu. Niyə belə oldu? Deməli, somatikindəki xromosom müxtəlifliyi 40 deyirsə, deməli, heterogamet canlıdan gedir. Çünki məsələn, biz bilirik ki, qadında 23-dür somatikində xromosom müxtəlifliyi, kişidə 24-dür. Çünki orada XY var, o bir dənə artıqlıq olur da. İndi heterogametdə, mən birinci qaydamı yazıram. Heterogamet, bunu tapdım. Heterogametdə somatikasındakı xromosom müxtəlifliyi nəyə bərabər idi? Gamet Gamet plus plus 1. 1. Gamet plus 1. Ve buradan gameti sapacağız. 40'ı Biz ki verir. gamet 40'tı. Tamam. 40 bərabərdir qamet üstə gələk 1. Buradan qameti tapın. Yerinə qoyub tapıram. Fidan Dokuz. neçə oldu? 39. 9. Bura kim aydındır? Fidan Nuridən. Bəli. 9. Bəli, Ama müəllim. homoloji çıktı. İndi deyək ki, Qamet çox bir qametindəki idi. xromosom müxtəlifliyi tap. Qametindəki xromosom müxtəlifliyi nəyə bərabərdir heterogamet canlı? Qamet elə. Gamet çık 1. Yox, elə qametdir. Qamet elə. Qametdir. 39 sayıda. Qametindəki xromosom Homoloji müxtəlifliyi. dedim. Homoloji cüt isə bəli, düz deyirsən. Qamet çıx 1. 38. O da 38. Cavabım nə olduğunda mənim? 38 və 39. Aydın oldu. Cəmləyib deyirdim müəllim mən bunu sizə. Hə? Cəmləyib deyirdim mən bunu. Yox. Yox, hərəsində Düz ayrı tapmışam. ayrı. Düz tapsan. Allah, düz deyirsən. Deyirdin. 77 falan, hə. Aydın oldu qızlar. Bəli müəllim. Bəli, Bəli, müəllim. müəllim. Bəli. Bir dərsini də yazar. Deməli verir bizə qametindəki autosom xromosom sayı 44'tür. Bu tetraploid orqanizmin somatik hüceyrəsində xromosom sayı neçəyə bərabər olur? Qametindəki autosom xromosom sayını vermişəm sizə. 44. Deyirəm bu tetraploid. Tetraploid neçə indi? 4. 4. 4 demə. Amma deyirəm ki, bunun somatik hüceyrəsindəki xromosom sayı neçəyə bərabər olur? Baxaq qızlar, yoxsa necə? Ben bir dakika. Bir dəqiqəmiz qalıb ona görə. Baxaq da mən bir dəqiqə Mən qaldım. baxaq. Baxaq müəllim. Deməli, qametindəki autosom xromosom sayını 44 vermişəm. Yəni, enim neçədir? 44. 4'tür. Burada enin qarşısındakı rəqəm nəyi göstərirdi? Cinsi xromosomu. Cinsimiz. 44 plus 1. O da mənim somatikamda xromosomum nə qədərdir? 45. Somatikimdəki bəli 45. Bunu tapdım. İndi deyir ki, tetraploid orqanizm. Tetraploid Onu neçə idi? böləcək 4'e. Aysa 4'dən. Onda 4'ü vurun 45'e. O da eləsin 180. 180. Aydın oldu. Birinci somatikanı tapdım. Sonra da tetraploid deyirsə 4 dənə vursun. Vurdum. Heksaploid Bəli. desəydi 6 ilə 6'nı vuracaq Altı vuracaq. 45'e.
Başa düşdünüz qızlar? Bəli. Bəli. Mən başa düşdüm. Mhm. Sonra bir dənə də link atım yenə girək.